4 üçün önəmli olan 4 deyir yuxarıdakı qalalarda yaşayır. 4 hədəfdən hədəfə yaşayır. 3 sistemdən yaşayırsa, yəni davamlı olaraq sistem qurur ki, bu belədir, bu belə olmalıdır. 3-lər bir də idealist. Hər şey ən ideal olsun, sonra başlayaram deyir, amma bir türlü başlaya bilmir. Eyni üzrə şuur sayı 4 kreativlik üzərində gedir. Gəlir, baxır. İndiyəcən baxın, yaradılmış yeni şeylərin hər biri 4-lər sayəsində yaradılır. Ya missiya 4 idi, ya şuur sayı 4 idi. İnovatordurlar da. Novator sayılırlar. Yəni müsbətdə novatordurlar. Müsbətə doğru insanı transformasiya edirlər. 4 nə edir? 4 insana belə baxır. Birbaşa zəif nöqtələr görür, izyanları görür. 4 ilə 7 zəif nöqtələr görür. 4 birbaşa həmin nöqtədən buz qırıcı kimi vurur. Emin o nöqtədən və insan başlayır dağılmağa ki, ayda mən məşq eləyirdim axı. Yəni misal üçün mənim dostlarımda olub, biri 3 ay məşq eləyir, gəlib o bir dostumun yanına 4 idi. Deyib ki, o da qayıdıb ki, sən heç bilinmir ya, sən nə məşq eləmisən. Neynədi? İnsan dağıldı, transformasiya uğradı, getdi daha çox məşq elədi. Elə dəyişir ki, müsbətə doğru, depressiyaya salmır, yəni izah edə bildim. Elə də ola bilir ki, qırıcı sözlərdən salır depressiyaya insanı. Vurur qəsdən xəttinə dər. Yəni eyni bax, həmin o 2 bacı var idi. Şuur sayı 2 2 1 idi. Şuur sayı 2 missiya 2 1 idi. Şuur sayı 2 missiya 4 1 idi. Bacısı bütün gün kitab redaktə eləyir, tərcümələr eləyir. Yəni nə bilim böyük kitablar eləyir də. Missiya 4 ona qayıdır deyir ki, "Şimdi sən onsuz da bunları heç kim oxumayacaq." Bütün əziyyəti vurduğum yerə. Kökündən vurdu. Şuur sayı 2-də əziyyət çəkir. Ayda mən niyə belə deyirsən? Mən axı boyda əziyyət çəkirəm. Birbaşa olaraq kökündən və yəni o zəif nöqtələri vurur. Mənfidə dağınıqlıq var. Mənfiyə doğru transformasiya var. Planet Raxudu 4 hədəflər üçün yaşayır. Hədəfdən hədəfə. Deyir 4-lər ya 10 hədəfə birdən qaçır, ya da ki yatır. Niyə? Çünki hədəf yoxdur. Hədəf təyin eləməlidir ki, 4 hərəkətə keçsin və 4 üçün analiz önəmlidir. 4-ün təhlili yoxdur. 4 təhlil eləyə bilmir. Hamıya qaçır. Axtarır. Davamlı olar. Bir də çatır, yox, məmnun. 4-ün 2 dənə başının daşı var, mən həmişə deyirəm. Bir, məmnunsuzluq, ikinci dürüstlük, düzgünlük istəyidir. Heç nə ilə məmnun deyirlər. Davamlı olaraq despot deyirlər. Yəni davamlı deyinəcək, yox bu yaxşı deyil. Ən mükəmməl şəkildə gətir. Hər birimiz qoşacaq ki, yox bu belə deyil. Burası belə olsa daha yaxşı olardı. Əslində daha da yuxarı qaldırır leveli. Ən yeni şeylər, yəni bizdə real hekayə var. Masterlərimizdən biri bir Swarovski'də işləyir və yeni bir tablo düzəltmək istəyir. Sifariş gəlib, getdi missiya 4, şuur sayı 4 idi. Gətirdi, qoydu tablonun başına. Dedi ki, sənə sistem qoymuram. Yəni ürəyin istəyəndə işə gəlir, ürəyin istəyəndə gəlir. 4-lər sistemi sevmir. 4 dağınıqdır. Bütün günü dəyişmək istəyir. Evdə əşyaların yerini dəyişmək istəyir. Evi dəyişmək istəyə bilir. Nə bilim, şəhəri dəyişmək istəyir, ölkəni dəyişmək istəyir. Özünə burada şey eləyə bilmir, yer tapa bilmir. Baş yuxarıdakı qalalardadır. Mənə tanış yadı kimdir 4. Hə? Yəni davamlı olaraq dəyişməyə çalışır və gətirib həmin 4-ü qoyur ki, bax bunlar sənindir. Bir dənə tablo çıxart mənim üçün. Azadlıq verirəm, sıxmır. Bilir axı masterdir, bilir ki, 4-ü sistemə salmaq lazım deyil. Və üstündən 3 həftəmi ya 4 həftəyə 1 ay belə təxminən sonra deyir elə bir şey düzəltmişdi ki, kosmik yəni bir şeydi. Biz hamımız belə baxırdıq ki, bu necə elədi. Mənim hətta ilk konsultasiya etdiyim nəfərlərdən biri var, Fərid bəy. Özü heykəl taraşdı. Böyük qəşəng heykəllər düzəldir. Mən onun əməlxanasına getdim bir gün. Girdim içəri, yəni başqa dünyadır. Divardakı şəkillərə qədər öz çəkib. Yəni o qədər kreativ, maraqlıdır ki, şey var, xalacinlik var, soyuducu. Üstünə divan qoyub, kreslo qoyub, oturub orada fikirləşirəm deyir. İzah edə bildim. Kreslonu qaldırıb qoyub onu. Yəni qeyri-adi heykəllər, qeyri-adi, yəni çox qəşəng idi ora. Yaradıcı insanlardır ona. Kreativ. Bəli, kreativ və yaradıcılıq var orada böyük. Və ruh reallaşır orada avtomatik olaraq. Əsas odur ki, düzgünlüyü kənara qoysun. Düzgünlük istəyən kənara qoysun. Şimdi biz belə danışırıq, böyük bir izləyicilərimiz özündə deyəcək ki, hə, mən dürüstlüyə görə çox şey eləmişəm. Münasibətləri kəsmişəm ki, dürüst deyildi mənə belə desin. Vicdanlı hərəkət eləmədi mənə qarşı. Olub və bitib, artıq bağışlamaq lazımdır. Hətta üzr istəmək lazımdır deyərdim, bağışlamaq da deyil. Şuur sayı 4-lər.